Salam kanalım izləyiciləri. Bu günləri mən yenə də sizə Aminə Babayeva növbəti dərsini təqdim edəcəm. Bu günləri bizim nömrəmiz olacaq 7-ci sinif dərsliyindən. Buna əsasən uşaqlar baxın, Kalmukov və Fritkin Solfeji 1-ci часть kitabından bu nömrələri biz istifadə edib, baxın. 7-ci sinifin baxın 613 nömrədən biz bu günləri oxuyacağıq. Görürsünüz, solfeji nömrəsini həm oxuyacağıq, həm də ki, əgər istəsəz ki, soruşdunuz ki, hansı dərslikdəndir, Kalmukov və Fritkin solfeji kitabıdır, birinci hissə və səhifəsini də göstərim, 123-dür. Görürsünüz, 7-ci sinif dərsliyindən buraxılış siniflər üçündür bu. Baxın, birinci sinifdən ta buraxılış siniflərinə qədər məktəbdə tədris olunur. Baxın. Baxın, görürsünüz. Bu nömrəni əvvəlcədən şəklini çəkin ki, sonra sizə rahat olsun. Gəlin baxaq. Deməli, bu nömrə Mikhail Ivanoviç Glinkanın 613-cü nömrədir. Deməli, Mikhail Ivanoviç Glinkanın İvan Susani operasından bir musiqi parçasıdır. Baxın. Солнце тучу не закроет. Baxın. Gəlin, musiqisi mən sizə çalacağım. 1 və 2 və 3 və 4. 1 və aşağı, sola, sonra sağa, sonra da yuxarı. Görürsünüzmü? Sol, 1. Bu yenə də, baxın, bu da yenə də, görürsünüzmü? Zəif vurğudan başlayır. 1 və 2 qoyub, 3, baxın, 3 və 2. 3 və 3 və 4 və görürsünüz, nöqtəsi də var. Baxın. Yaxından qoyun ki, başa düşəsiniz. Baxın. Baxın, elə qoyun ki, siz görəsiniz bunu musiqi nömrəsini. Deməli, 4 qəyə sayılacaq. Gəlin əvvəlcə baxaq. 1 və 2 götürmürük və biz götürürük 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4. Artıq biz neyləyirik? Biz artıq notları saya bilirik. Notları biz ifa edərkən artıq görürsünüz, köhnə musiqi nömrələrində artıq biz kifayət qədər təcrübəmiz var və biz artıq notların sayısını bilirik. Deməli, 1 və 2 və 3 və 4, nöqtə görürsünüz, 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 3 və 4 və 1 və 2 və 3 və 4 və görürsünüz, 2 dənə 8'lik bir çərək sayılır. Görürsünüz, 2 dənə 8'lik, baxın, 1 var, 2 dənə 8'lik. Nədir? Bunlar 1 və sayılır. Bir çərəyə gedir. Deməli. Başlayaq. Deməli. Baxaq görək. Məni üzürlüsən, öncədən dedim ki, əgər ifadə biraz, səsləmədə biraz düzgünlük olmarsa, məni üzürlüsən, çünki ona görə ki, mən çalanda, ifa eləyəndə sağ əlin suyunu sol əllə, sol əlini sağ əllə, buna görə elə ifa eləyirəm ki, siz əsas odur ki, siz görə biləsiniz. Məqsədim oldu. Buna görə də, baxın, hamar səslənmədiyinə görə üzürlüsən. Baxaq. İndi mən baxım. Aha. Sol 1 və 2 və 1 bölünəcəm. 1 və bölünəcəm. 1 və 2 və 3 və 4. 1 və 2 və 1 və 2 və sol, fa, mi, re, do, re,
si, do, mi, sol, fa, sol, do, mi, si, la, sol, re, fa, mi, mi. Gördünüz, nokta var. La, la, mi, do, la, sol, re, do, si, la, sol, sol, pauzalı. Görüyoruz, pauzalı. Burada da. Dur, yanına pauza. Sol, bak. Sol, fa, sol, do, mi, si, la, sol, re, fa, mi, sol, sol, mi. Görürsünüz, ağ notdur. Görürsünüz mü? Yarım notdur. Bu 2V sayılır. Yanında əgər nöqtə varsa, deməli 1 və 2 və 3 və hə olacaq. Mi, sol, si, la, sol, fa, mi, fa, re, fa, la, sol, fa, mi, re, mi, do, mi, sol, do, gözü yarımcan, do və 2 və 3, si, la, sol, do, mi, sol, do, 3, 4 və sol, burada nöqtə yoxdur ama sol, do, mi, sol, do, 4 və sol, fa, mi, re, mi, fa, sol, pauzalı. 1 və 2 və 3, bu da çərək pauzalı. 1 və sayılan pauza. Sol, re, mi, re, fa, la, sol, re, mi, re, sol, si, do, si, la, sol, fa, mi, re, do, si, re, mi, re, bak pauza, re, mi, re, bak bir getir bura, re, mi, re, fa, la, sol, re, mi, re, sol, si, la, sol, fa, mi, re, do, si, la, si, do, si, la. Bir de buradan çalalım. Si, re, si, re, ras, re, mi, ras, re, mi, re, fa, la, sol, re, mi, re, sol, si, la, sol, fa, mi, re, do, si, la, si. Görürsünüz mü? Deməli. Gəlin bir də oxumaya çalışaq. 1 və 2 və 3 və sol, 1 və 2 və sol, fa və 2 və sol, 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və 1 və 1 və 2 və 3 və 1 və 2 və 3 və 4 və 1 və 2 və 3 və 4 və
bir ve la mi, bir ve iki, bir ve bakın not var. La tamam not var. Bir ve iki ve bir ve iki, bir ve iki, bir ve iki ve üç ve dört ve bir ve iki ve üç ve dört ve bir ve iki ve üç ve dört ve bir ve iki ve bir üç ve dört ve yani iki ve bir bak görürsün bak burada gelen bu yana bir de göstereyim. Bir ve sol yerine bir ve iki ve pauza bir ve iki ve üç ve dört ve bir ve lig olduğu için okta çalınmır sadece sayılır. Görürsünüz bir daha ondan bir ve iki ve sol fa sol do mi si la sol re fa mi sol si la sol fa mi fa re fa la sol fa mi re do mi re mi do mi sol do si la sol do sol do mi sol do bir ve iki ve üç ve sol do mi sol do si la sol fa mi re mi fa sol re mi re fa la sol re mi re sol si do si la sol fa diez mi re do si re mi re fa la sol re mi re sol si la sol fa mi re do si la si sol fa mi re do re si do mi sol fa sol do mi si la sol re fa mi la mi do do la sol re do si la sol sol fa sol do mi si la sol re fa mi sol si la sol fa mi fa re fa la sol fa mi re mi do mi sol do si la sol do mi sol do si la sol do mi sol do si la sol fa mi re mi fa sol re mi re fa la sol re mi re sol si do si la sol fa mi fa diez mi re do si re mi re fa la sol re mi re sol si la sol fa diez mi re do si la si. Deməli, gəlin bir nömrəni sizə göstərim. Baxın, həm fortepianoda, baxın, bunun şəklini çəkin ki, sizə fortepianonu yığanda, ifa eləyəndə sizə rahat olsun. Deməli, biz artıq notları, ölçüləri bilirik və fortepianoda biz kiçik də olsun musiqi parçalarını ifa etməyi və notdan oxumağı, eyni zamanda da dirjorluq eləməyi biz sizinlə bilirik.
Kanalımıza abone olmağı unutmayın. Hər hansı fikirləriniz olarsa şərh bölməsində yaza bilərsiniz. Daha nə istəyirsinizsə olsun. Kanalımıza abone olun, like etmeyi unutmayın. Sağ olun, sağlıkla kalın.